Fuji sürənlərə xüsusi salamlar. Dostlar, mən sizi bugün Fuji'nin daha gizli bir funksiyasını tanış etmək istəyirəm. Deməli, 16-dan 20-yə qədər modellərdə 16-nın ikinci yarısında belə bir göstərici gəlir. Yəni joysticklə. Burada iki motor var. Deməli, o biri rejimi dəyişir. Bir də burada pedalı basanda bunu elə bir ki, parkovkadan çıxartmaqdan ötürü. Bəzi maşınlarda, o rıçaqla olanlarda burada belə bir krişka var. O krişkanın altında, onu açırsan, altında knopkası var. Knopkanı basırsan, özü çıxardır skorsdan. Və yaxud akkumulyator öləndə işləməyə, tok olmadığına görə o knopkanı basırsan, parkovkadan çıxardır. Harası aparmaqdan ötürü. Və yaxud evakuatora mindirmədən ötürü. Bu maşınlarda isə belədir. Əgər akkumulatoru ölübsə və yaxud burada motor yanıbsa, parkovkadan çıxartmaq olmur. Bunun üçün biz nə edirik? Deməli, pultda belə bir şey var. Bundan həm qapını açmaq olur. Çox adam bunu bilir. Ancaq mən inanmıram ki, bunu %1 adam bilər. Götürürük bu açarı. Burada padlakotnik açırıq. Burada fikir verin diqqətlə. Burada bir yer var. Yer var burada. Açarı taxırıq bura. Fikir verin. Açarı taxandan sonra bütün ışıqlar yanır və parkovkadan çıxardır. Fikir verdiniz. Yəni akkumulyator olmasa belə, buradan rıçaq var, bunu basır, buradan parkovkadan çıxardır. Bu qədər. Sual olan varsa buyursun.